Salam əziz və hörmətli yoldaşlar, dildaşlar, qandaşlar, vətəndaşlar. Sizin hamıza, özünüzə və ailənizə, sevənlərinizə can sağlığı arzuram. Vətən üçün azadlıq. Sonunda mən evə gəlib çatdım və bir yarım gün zad istirahət elədim. Arz eləyim ki, 4000 kilometr yol sürmək məcburiyyətində oldum. Bundan belə ki, iş hesab olmurdu. Amma neynəmək olar, yəni çarə yoxdur və işdə belədir də. Yəni bəzi dostlar istəyirlər vətəndən çıxalar, gələrlər xariciyə. Xaricidə əslən töhməyiblər. Xaricidə bir ildə pul gətirirlər. Məsələn, İrandan ixtilas edirlər. Milyardlar pul gətirirlər və burada kefin için sürürlər. Əlbəttə, onlar İranda da kefin için sürürlər. Niyə gəlirlər bura? Çünki qorxurlar ki, gələcəkdə pul əllərindən ayrılsın, onu alırsın. Ona görə ki, o pulu saxlasınlar, gəlirlər bir əmni yer tapalar, orada yaşayırlar. Sonralar da bu pul əllərindən alınmasın. Ərz eləyim, amma onlar ki, kargərdirlər, əlləri ilə işdirlər. Onlar elə dünyanın hər yerində kargərdirlər. Baxmayın, lisans almağıza, fوق lisans almağımıza. Sizi demirəm, özümü də deyirəm. Nə bilim, döşküra almağımıza. Bəzi döşküralar, bəzi fوق lisanslar, bəzi lisanslar, bəzi diplomlar, bəzi fوق diplomlar. Heç birisinin burada ərzişi, xaricdə ərzişi və dəyəri yoxdur. Niyə dəyəri yoxdur? Neçə ilə görə? Bir, illət vardır. Nədənlərin sayaq. Bir, Fars dilində dərs İranın mərzlərindən eşiyə çıxanda ərzişi yoxdur. Nə ərzişi elmisi var, nə ərzişi iqtisadisi. Yəni, sizə hətta köməklik eləmir ki, siz gündəlik çörəyinizi çıxadasınız. Onun üçün, mən döktürlər tanıram ki, İranda göz cərrahıdır, burada eynək yazır, optometristidir. Yəni, gedir oturur bir dana eynək satanın dükanında ki, savadı var ya yox, Allah bilir. Əlbəttə, azdan çoxdan savadı var. Bəli, döktürcən savadı yoxdur da, bir dana cərrah üçün yox. Onun əmrinin altında, hətta mən bir dəfə getmişdim, bizi qoymadı içəriyə, o adam döktür də yalvardı, biz də yalvardıq. Hər halda bu dilimizi bir-birinin biraz baş tapırıq. Mən rahatca ondan baş tapa bilirəm, o da məni rahatca baş tapa bilir. O orada işləyən qoymadı. Çox rahatca qoymadı. Döktür yalvardı, o da qoymadı. Onun üçün birinci mani Fars dilidir. Fars dili İran çərçivəsindən eşiyə insanların gəlirsə burada görsə 40 il, 50 il dərs oxumusunuz, zəhmət çəkmisiniz. Aydad, aypidad nə oldu? Və mənim savadım hani? Savad yoxdur. Təxəssüsümə nə gəldi? Təxəssüs buxar oldu, duman oldu, getdi. Tüstü oldu, getdi. Birinci dəlil budur. İkinci dəlil, biz İranda örgətməyiblər, dərsi oxuyaq ki, pul qazanaq. Bizə deyiblər, dərs oxuyun. Dərsi nəyə oxuyuruq? Bəzilərimiz buna yamışıq, dərs oxuruq ki, savadlı olaq, düşüncəli olaq. Bu çox gözəldir. Bu çox gözəldir. Amma vaqiiyyəti gəlin qəbul eləyək ki, dünyada dərsi oxurlar, hər yerdə dərsi oxurlar ki, pul qazanırlar. Çünki zindicanlıq pula bağlıdır. Və o adam ki, kitab dərsi oxumur ki, pul qazana, o sabahları gedəcək, özünü satacaq. Əlbəttə, hamımız məcbur özümüzü sataq. Bizim bir dostumuz var, çox dəyərli, çox savadlı, çox güclü bir insan. Burada gəlib hətta Kanadada dərs oxuyubdur və burada yüksək məqam elmi qazanıb özünə. 3-4 dildə full danışır. Türkcəni, Azərbaycan türkcəsini və Türkiyə türkcəsini full danışır. Kürə dilini full danışır. Ərəbini %50 danışa bilir və yaza bilir, oxuya bilir. Farsını ki, məhşərdir. Yəni, mən tanıdığım adamlardan çox
məhdud adamlardan ki, hətta farsların içində ki, bu qədər farsını dərin başaran biridir və ingilis də çox rahatca suxənranlıq eləyə bilir, çox rahatca yaza bilir, çox rahatca tərcümə eləyə bilir, çox rahatca yəni işləyə bilir. Amma adam sonunda gedibdi bir dana parket satanın dükanında satıcılıq edir. Və bir çox adamlar tanıram ki, dökuraları var. Bu şansı tapıblar ki, taksi sürərlər. Pəs, dostlar, biz dərsi birinci gərək pul qazanmaq oxuyaq. Çünki biz istəyirik gələcəkdə pul qazanaq. Əhliyalımızı saxlayaq. Özümüz namərdə möhtac olmayaq. İndi bir dənə sizə müştuluq verim. Onlar ki, istəyirlər Kanadaya, Amerikaya köçələr. Orada yazır ki, experience ya bir dənə yazır ki, expert, təxəssüs nəvi. Və deyirlər ki, sən təxəssüs istəyirik. Dostlar, təxəssüs deyəndə danışqah təxəssüsü deyil. Danışqahda dərs oxumusunuz, döktürsüz, mühəndisi bunlar deyil, yox. Deyir ki, nə iş başarırsan. Yəni buna diqqət edin, iş başarırsan. Məsələn, onları ki, fəhləbənnəlik başarırlar, yəni beton qatmağı başarırlar. Onları ki, simkeşlik saxtamanlara elektrik çəkə bilirlər. Onları ki, təmirat başarırlar. O yaxcal, televizyon, nə bilim, hər nə mənə ki, təmirat başarırsan. Lüləkeşlik, su lüləkeşliği başarırsan. Biraz burada əlbəttə fərqlidir bunların. Hamısı biraz fərqlidir, amma bunlara məsələn bir 6 ay, 3 ay dərs oxumaqla eləyə bilər ki, dəyişdirə gedə və şey eləyə. Nə deyirlər? Dəyişdirə gedə və məsələn 6 aydan sonra eləyə biləcək o təxəssüsünü də alırsın, Kanadaya eləyə, işləyə. Kanadanın sistemini tanışır. Çox, çünki usulu başarır, fəqət sadəcə məsələn deyirəm, burada lüləni bağlayanda mən özüm üçün lüləkeşlik biraz eləmişəm, ona görə deyirəm. Lülənin əvvəl başına bir zeh açarıq, sonra ora bir kənəf bağlarıq, sonra o kənəfin üstünə biraz krem ya bir şey sürtərək, çəsb kimi, sonra o lüləni bağlarıq və qutaracaq, dərtaraq qutardı. Burada yox, burada o deyil. Burada onu bağlayandan sonra onu cuşdurlar da məsələn. Onun bir cuş sistemi var. O cuşu vurmasaz sizin işiniz qəbul deyil və qeyri-standartdır. Məsələn deyirəm. Bunu gözümlə gördüm, ona görə təəccüb də elədim ki, lülənin də burada bir formatı vardı. Amma hər halda məsələn siz hər sistemi işləsəz trelli ranəndəsi, maşın ranəndəsi, lift trak ranəndəsi, ərz edeyim xidmətinizə nələr deyim, mekanik, safkar, ağır maşınların, böyük maşınların mekaniki, safkarlığı, bərqiçi, hər nəyi də, yəni kollən bir iş başarırsanız buna deyirlər nə mənə? Buna deyirlər ki, bu adam təxəssüsü var. Təcrübəsi nə qədər? Neçə il işləmirsən bu işdə olur təcrübə. Məsələn, bizim dostlardan mən 1-2 nəfər tanıram, İranda olur, eynək, gözlük düzəldirlər. Məsələn, bunlar ayaqlarını qoysalar Avropaya, Amerikaya, yazacaq ki, mənim təxəssüsüm eynək düzəltməkdir. Yəni, eynəyi məsələn, biri gedir ki, onun gözünün döktür yazıb da aparır. O eynəki alır, şüşələri ya hər nə mənə ki, o adı nədir, onun üstündə bunu tənzim edir, sonra onu kəsir, qoyur freymin içinə, sonra da qoyur qaba, verir sizə, siz gedirsiniz evizə. Məsələn, bu özü bir təxəssüsdür. Və yaxşı da pul qazanlar, azdan çoxdan, yəni demirəm, ac qalmaz. Bunu, indi bu gün bunu danışmayacaqdım, amma istədim deyəm ki, dostlar, bizim İrandan xariciyə çıxanda zindicanlığımız çox dəyişir. Biri də, iki dəlil buradır, üçüncü dəlil puldur, pul məsələsidir. Siz İranda azdan çoxdan bir pulunuz var ki, yetinirsiniz. Familiz var, dostunuz var, gəlginiz var. Məsələn, Allah görsətməsin bir ittifaq düşsə, gedib bir familinin evində bir gecə qala bilərsiniz. Burada o cür bir şey yoxdur. Yəni, ayağınızı ki qoyduğunuz vətəndən eşikdə, vətənsiz bir insansınız. Birinci şey ki, hiss eləyəcəksiniz, budur ki, vətənsizəm. İkinci şey ki, hiss eləyəcəksiniz, budur ki, mən familisizəm. Tək dünyada mənəm. Əgər xanımız olsa xanımızdır, olmasa uşaqlarınız varsa uşaqlarınızdır, olmasa da şeylə tək yalqız ona deyərlər. Vaqən yalqızlığı hiss edirsiniz. Yalqızlıq və yalnızlığı, hər ikisini də hiss edirsiniz. Bu da bir iraddır. Orada puluz məsələsi. Yəni orada azdan çoxdan biləxərə bilirsən ki,
Çox işlərə ehtiyacı yoxdur mədrəşəlasız. Gedib işləyə bilərsiniz. Yəni mən səhər məsələn gedib ataşqal yığa bilərsiniz, sata bilərsiniz. Gedib çörəkçidə işləyə bilərsiniz. Küçədə deyərsən filan kəsə ki, mən gəlim sənin şagirdliyi eləyim, gəl işlə, gəl başla işlə. Azdan çoxdan bir pul verərlər. Burada o cür bir şey yoxdur. Burada yəni gedəsən, yalvarasan birinə. Bəzi işlərdə qəbul elərlər, amma o da çox çətin. Yəni bu cür deyil ki, elə gedəsən deyəsən, məni bu işə ala. Hər halda bağışlayın, mən fikir edirəm ki mənə işlər yanlış gedir. Burada durmuşam, iş alam. Onu görüm ki, bəlkə mənə deyirlər ya ayrı. Okey. Məndən deyirlər hələlik mənə işləri yoxdur. Bir ayrı adamla kağızları iştibat düşübdür. Və pul məsələsi. Orada heç olmasa baxın, şəhərdə keçirənmir, gedər kəndə. Kətdə dədəsindən, babasından mülk qalıb. Girər ora, başını salır ora. Başlar bir işlər görər. Meyvə becərdər, qoyun saxlar, mal saxlar, göbələk saxlar, filan. Belə xərə keçsin. Yəni, adam kafidir ki, işləməyə can gətirir. Yəni, deyir, mən işləyəcəm. Baxın, mənim 55 yaşım var. Bəzilər deyirlər, sənin işləmək sinnin deyir. Niyə? Mən ölməmişəm ki, işləyəcəm. İnşallah, mənim babam 97 yaşı vardı, işləyirdi. Mən də inşallah 97-100-əcən işləyəcəm. Amma sonunda canını işə versən, orada iş var. Burada canını işə verirsən, iş yoxdur. Burada canını işə verirsən, iş tapanmırsan. Və dil məsələsi dedim, çox əcib müşküldür. Çünki əgər aşağı sinnidə gəlsən, dədəndən himayət eləsə, filan bəhmə bəlkə gedərsən, örgəşərsən dili. Amma yuxarı sinnidə gəlsən, biraz da əhliyalın olsa, gedib işləməyə məcbursan. Və işləməkdə sadəcə bəzi şeyləri örgəşəcəksən. Yəni, dili örgəşməyəcəksən. Həmişə utanacaqsan, qısılacaqsan, danışanmayacaqsan, ehsası hiqarət olacaq da adamın içində. Vətəndə bunlar yoxdur. Vətəndə siz, madami ki, Farsistana getməyəsiniz, bir dənə Fars gəlsin sizin torpağınıza, siz ehsası qürurunuz vardı. Mən bir Fars gəlibdi, nəhayətdə mənim dilimdə danışsın, deyə bilərsən. Amma burada sən gəlmirsən bir yerə ki, əksəriyyətin dili bir ayrı dildir. Öz dilində adam tapanmırsan, tapsan da işi yoxdur sənə iş versin. Hamısı zəifdir normalda. Çox çətindir. Onun üçün istədim deyəm ki, Fars dilində dərs oxumayın. Geçin ayrı bir dildə dərs oxuyun. Ki, biləsiniz, bax, mən bu günlərə ayağımı qoydum bu torpaqlardan eşiyə yaşaya bilim. Qonşu məmləkətlərimizin dillərinə diqqət eləyin. Bunlar bizə mühümdür. Biz bunları örgəşməliyik. Həm iş üçün, həm əmniyyət üçün. Türk dilin yaxşı oxuyub örgəşməyimiz lazımdır. Çünki biz ayağımızı qoysaq torpaqdan eşiyə, Türkiyə türkdür, Azərbaycan türkdür, Əfqanistanın bir çoxu türkdür, Pakistanda çoxlu türk var və dilin biz başda, ordu dilin çox tez örgəşə bilərik. Çünki qatışıq bir dildir və bizim ordularımızdan qalma bir dildir orada. Bir yol. Türkmənistan var, Qəza. 7-8 dənə məmləkət var ki, rəsmən siz onlara getsəz yaşaya bilərsiniz türk dili ilə. Ondan sonra ərəb dili bizə mühümdür. Çünki bizim çevrəmiz və pullu məmləkətlər ərəbdirlər. Və biz ərəblərə də, necə türklərə, necə o birisi dillərə hörmət qoymaqdır. Biz Fars kültürünə uymayacaq dostlar. Fars kültürü dinsiz, ziddi din, ziddi ərəb, ziddi türk, ziddi o birisi insanlardır. Bilmirəm də bunu nə cür bunların zehninə soxula. Bir millət ki, keçən 2000 ildə daimən şikəst yiyibdir, bir dənə piruzluğu yoxdur. Karnaməsində. Yəni, rezümə versək ki, acaba bu adamı İranı istihdam edin bir yerdə, istihdam eləməzlər. Çünki keçən 2000 ildə bir dənə zəfəri yoxdur. Hamısında uduzubdur. Və inanın mənə, təcrübə bunu göstərir ki, İran uduzacaq. Yəni, türklərə, ərəblərə, bəluçlara, türkəmənlərə, qəşqailərə, lorlara, giləklərə, mazənlərə, farsları uduzacaqlar.
Farslar özlərin bir təvəhhümi bir sistemdə yaqalıblar. Bunlara bir təvəhhümi sistem yaradıblar xaricilər. Bunların veriblər əllərinə, bunlar da onu çala-çala gedirlər zırnanı. Amma vaqiət budur ki, o təvəhhümdə yaşamaq bir gün ayılacaqlar. Və o gün vaxtı o gündür ki, Azərbaycan müstəqil olacaqdır, Əl-Əhvaz müstəqil olacaqdır, Bəlucistan müstəqil olacaqdır və bunlar yenə də çəvirdə qalacaqlar. Lorlar ya ərəblər ya o birisi millətlər heç birisi suların qoymayacaqlar gedərlər Kaşana, Kirmana, Yəzdə, İsfahana ki, onlar orada karx zoba, hän zobi, filiz zobi, alüminium zobi filan o bəhman düzəldələr və məsələn şey eləyirlər. Heç kəs Təbrizdən dəli deyil, Azərbaycandan biri mədənlərin qoya aparırlar orada şey eləyirlər. Özləri karxana qoyarlar bu karxanalarla. Bilirsiniz indi bizim Azərbaycanda rifahımız əcibə rifahımız ola bilərdi. Amma bu günləri farslar bir cür iş eləyiblər ki, biz vətənimizdən köçmək məcburiyyətində qalmışıq. Gedək bir tikə çörək çıxadaq. Məcburuq ki, gedək məsələn İsfahanda, Şirazda, Tehranda, Kaşanda, Yazda, Fulanda, Bəhmanda yaşayaq. Ya Kərəzdə, Fulanda, bunlarda hər halda gedək onlarda yaşayaq və torpaqlarımızı müftə boşduruq. Burada kətdə, kəssəkdə torpağımızı boşduruq, satanmırıq ki, almayacaqlar. Varımızı, yoxumuzu satırıq, gedirik Farsistanda bahasına torpaq alırıq ki, orada girək, orada yaşayaq, orada bir uşaqlarımızı bir başa gətirə bilək məsələn. Amma vaqiət budur ki, biz orada bir canı yox. Orada bizi vətən qəbul eləmirlər. Hər halda, indi Ərəb dilini öyrəşməliyik biz. Ərəb dili də bizə mühümdür. Hətta erməninin də dili bizə mühümdür. Gecə tezə bunlar bizim qonşumuz. Farsın da dilini öyrəşmişik, bəsimizdir. Yəni bu qədər şey elə salam əleyk eləyək, bir alver eləyə bilək, bir ticarət eləyə bilək, bizə yetişərdi. Bundan izafə ehtiyacı yoxdur. Mən bunu dəfələrcə demişəm. Məsələn, fikir eləyin ki, ildə 100 nəfər gedəcəklər İrandan Fransaya, ya evlənələr, ya işləyələr. Biz bu 100 nəfərdən ötürü ki, ora gedəndə Fransaya, Fransa dilini başaracaqlar, başarmayacaqlar, onlarla nəcr eləyəcəklər. Gələ hamıya Fransa öyrədək. Bu həm mənabeyə hədər verməkdir və həm bu ki, dərdə dəyməz əslində. Axı, niyə gərək milləti öyrəşsin? Millətin %10'u, %20'si, %5'i gedəcək dünyanın o birisi yerlərinə. Hamı getməyəcək ki, o %5 nəfər üçün tamam milləti zəcrə qoymazlar. Millət öz dilində dərs oxur, öz dilində təhsil alır, öz dilində təxəssüs alır, öz dilində işlər. Əgər bir mövqedə biri, mənə tay, çıxdı getdi İngilistana, Amerikaya, Fransaya, Rusiyaya, Ermənistana, Ərəbistana, hər yerə getdi, gedər oranın dilini öyrəşər, ya gedər, ya da gedər orada öyrəşər. Ehtiyac yoxdur hamını öyrəşsin. Bunun üçün, əgər istəyirsiniz bir dil öyrəşəsiniz, faydalı dil öyrəşin. İndi feylən ingiliscədir, gələcəkdə Çin dili olacaq, amma Çinlər istihdam eləməyəcəklər dünyadan, çünki insanları çox-çoxdur. İnsanları çox-çoxdur. O dövründə qoymurdular, insanlar doğsunlar, törəsinlər. İndi onu, o məhdudiyyəti götürəcəklər, çünki pul gəlir, sərvət gəlir, gedəcəklər, onu da alışsan ki, eləyə bilərlər şey eləyərlər. Dünyanı idarə edirlər. Onun üçün Çin dili hələlik məsələn dünyada çox ciddi bir şey olmaz, mütərcim ola bilər. Mütərzimlik bəlkə bəzi yerlərdə iş verər, amma dedim Çinlilər buna da pul verməzlər. Yəni Çindən feylən dünyada gözlətməyin ki, gələn bir 50 ildə Çinlilər dünyaya xeyir gətirirlər. Xeyir gətirəcəklər, amma öz mənfəətləri üçün. Yəni özlərinin bekarçılığını azaltmaq üçün, rəfahlarını çoxaltmaq üçün çox işlər görəcəklər təbii ki. Amma gəldik kitabımıza dostlar. Bir kitab oxuyurduk. Bu kitabın adı Türkçülüyün əsasları idi. Doğrusunu desək qoyun, mən bir dəfədə bu düşüncələrimi deyim də. Yəni mən də İranda sizlərə tay qorxurdum ki, pan-türkism kitabları oxusam pan-türk olaram. Sonralar bildim ki, pan-türk nə deməkdir? Pan, yəni tərəfdar. Həm də ifrati tərəfdar deyək. Yəni, bir milləti çox əcib sevən. Mən əslən təbii gərək pan-türkist olum. Çünki mən türkəm axı. Mən özümdən mütənəffir olmayacağam ki. İnsanları özlərindən mütənəffir yetişməyə İranlar bizi öyrədiblər. Yox, biz pan-türk olmalıyıq əslində.
Çünki mən türkəm, türkün aşiq, özümünə aşiq olmalıyam. Mən özümlə barış olmalıyam, özümü sevməliyəm, millətimi, kültürümü, tariximi, təməddünümü, dilimi, hər şeyimi sevməliyəm. Bunun üçün mən uzun zaman 55 il türkçə kitab oxumamışam. Qorxudan. Ki mənə pan-türk deyirlər, kitab oxuyuram. Desinlər, düşmən nə deyəcək? Düşmən səni millətindən qırmaq üçün, asimilə eləmək üçün, beynini yıxamaq üçün sənə ad qoyacaq. Sən o adın kələyinə gələcəksən, tamam ki, kələyinə gəldin. Yox, amma səndə bu iradə var. Bu etimadı benəfs var. Özüvə inanırsan, millətvə inanırsan, millətvə aşıqsan, adı o desinlər pan-türk. Sən də özüvə de pan-türk, nə iradı var? Niyə məsələn pan-türk olmayaq? Mən gedim pan-ərəb olum, pan-bəluç olum, pan-lor olum, pan-fars olum. Bizim bir çoxumuz pan-fars olmuşuq. Pan-İranist olmuşuq. Əsən bir nəfər görün Pan-Azərbaycan var idi bir neçə il bundan qabaq? Yox. Azərbaycan kim adı? Əsən vətən hesablamırdıq. Vətəni mən İran azdı. Hətta bizim famililərdən bir iddiası vardı. İndi də danışanda deyir ki, mənim əvvəl vətənim İrandır, sonra Azərbaycandır. Biz də türk gəlirik, Azəri yox. Bu adam brainwash olubdu. Beyni yıxanıbdı. Asimilə olubdu. Bu adam öz millətinə inanmır. Və əslən inanmır ki, milləti var. Bu adam fikr edir, bəlkə məsələn mən fikr edirəm, mən Kanadalıyam, ya İngilisliyəm, ya Rusluyam, ya məsələn Ərəbəm. Deyiləm axı. Mən özümü də cırsam, dünya deyəcək ki, İnsaf Əli, pasportumu ver, baxın, baxır, okey. Sən filan yerlisən, qutulu getdi. Sən burada yazmışsan, Kanadadan sənə sicilli veriblər, amma sənin doğum yerin haradır? Təbrizdir. Qutardı getdi. Qutardı getdi. İran adı da ki var üstümüzdə, hər yerə gedirik, mərzidə saxlar, ağa sən terrorist ola bilərsən, qoy bir əvvəl səni bir axtaraq bir. Onun üçün Azərbaycanlıları axtarmazlar. Azərbaycan Cumhuru, Azərbaycan Türkiyəliləri axtarmazlar, biz axtarırlar. Çünki biz İranlıyıq axı. Bu pasport, bu cəhli ad bizim pasportumuzda yazılır. Ki ora doğumlusan. Təbrizi Azərbaycan adında yazsaydılar, biz Azərbaycan adında olardık. Amma çünki Təbrizi yazmır, İran altında yazırlar. Gedirik ora. Hər halda 55 il ağa mən türkcə ziddi kitab oxumamışdım. Onun üçün türkü nəzərlərdə bilmirdik, türklər dünyayı necə görürlər. Bu kitabı açdıq, Türkçülüyün əsasları, yazan Ziya Gökalp, 100 il bundan qabaq təqribən yazıbdı. Bu adam əslində bir manifest yazıb ki, türkçülükdə Türkçülüyün əsasları nədir, sən istəyirsən. İndi bunu oxuyanda görürsən, pan-türk deyilsiniz. İttifaqın çox yerdə pan-türkizmlə də müxalifət edir özü, yazarımız, bu yazar. Dedim, mən bunu qəbul eləmirəm. İnsan necə farslar vətənlərini söyür və hizb qoyurlar adı pan-İranist və məşrutədən bu gün necə hizbləri vardı adı pan-İranist. Pan-İranist heç olmasa ya pan-fars ideolojisi ilə hizbləri var. Adı da dəyişsə. Sumkadan, filandan, Bəhmandan da qoysalar. Amma bizimki nə? Bizimkidə bir dana tapmazsınız. Türkiyədə də bir dana pan-türk yoxdur. Bir də Azərbaycan, Şimali Azərbaycan, Azərbaycan Cumhuriyyətində bir dana pan-türk hizbi yoxdur. Güney Azərbaycanda bir dana pan-türk hizbi yoxdur. Bundan belə ki, istiqlalçı var, filancı var, Bəhmancı var. Bir dana pan-türk hizbi tapamazsınız. Türkmenistan'da da yoxdur, Qırğızistanda yoxdur, Tataristan'da heç yerdə türk türkçələrində bir dana pan-türk hizbi tapamazsınız. Amma farslarda var. Bəli, onlar pan-farsa müttəhəm olmurlar, biz oluruq. Onlar bizi qoymurlar öz dilimizdə dərs oxuyaq, bizə deyirlər pan-türk. Onlar bizi qoymurlar biz dilimizdə dərs oxuyaq, bizə deyirlər pan-türk. İndi biz istəyirik öz dilimizdə dərs oxuyaq, deyirlər sən pan-türksən. Ağa, mən pan-türküz olmaq üçün həqqimdir. Çünki mən əslən türkəm. Mən pan-erməni olsam mənə eybidir. Mən pan-fars olsam mənə eybidir. Mən pan-rus olsam mənə eybidir. Mən pan-çinli olsam, Çin olsam mənə eybidir. Öz millətimi sevmək, öz millətim üçün çalışmaq, öz millətimin tarixin, fərhəngin, dilin, fəlsəfəsin, siyasətin, iqtisadın örgəşmək və onu qabağa aparmaq mənim üçün iftixardır. Amma sonra başladım. Sonra gördüm ki, axı bu pan pis bir şey də deyil. Pis bir şey deyil pan olmaq. Çox da yaxşı bir şeydir. Mən niyə bundan qorxum və kitab oxumayım? Başladım kitab oxumağa və o cümlədən bu kitabı Allah saxlasın, Azərel adlı bir dostumuz latincədən çeviribdi ərəb əlifbasına. Mən oradan bunu oxudum və yenə də bunu təkrarlayayım dostlar. Mən 55 il ömrümün deyək ki, 50 il kitab oxumaqla keçibdir. Və işim də çox
keçən 30 neçə ili 1370-dən də bu günə qədər işim də fəqət yazmaqla olduğu üçün kitab oxumaqla məcbur olmuşam oxumuşam və deyək ki yüzlərcə cild kitab oxumuşam. Deməyim 10.000, 20.000, amma kitab oxumuşam. Hər halda çoxlu kitab oxumuşam. Bu sonunda inanın bura, bu kitabla müqayisə edəndə görürəm mən danışıqda 4 il dərs oxumuşam. Yaxçıda savadlı olmuşam, yaxçıda iş işləmişəm, ruznamenigarda işləmişəm. Dünyada caizə almışam. İran adlanan ölkədə birinci olmuşam, caizə almışam cəşvarədə və 3 ildə albadal birinci olmağa davərlər məni kandid eləyiblər. Ustadlarım da belə şirkət eləyiblər. Mən də şirkət eləmişəm. Mən ustadlarımdan keçmişəm qabağa. Fars dilində. Amma sonunda görmüşəm o 4 ildə ki danışıqda dərs oxumuşam və o 55 il ki fars kitabı oxumuşam. Bir dənə bu kitabdan ki türkçülüyün əsaslarıdır, mənə bir şey öyrətməyiblər. Bunun üçün mən dostlardan xahiş edirəm, həttəmən bu kitabı oxuyun. Həttəmən oxuyun. Yəni bu kitabı da oxumasanız bu kitabları oxuyun. İkinci şey ki vardır dostlar. Kitab oxumaq bir iftixardır. Pul qazanc eləmək necə bir iftixardır. Əhliyalığı saxlamaq, qoymayasan birinə. Bu iftixardır. Bundan böyük iftixar yoxdur. Bir dana dədə, nəniyə ən böyük iftixar budur ki, uşaqları, arvadı, nənəsi, dədəsi özgüyə, xüsusən namərd insanlara möhtac olmaya, əlin açmaya, onların təhqirinə, şəmatətlərinə baş əyməyə. Ən böyük iftixar bir dana erkəyə budur. Mənim nəzərimdə. Mən əgər ailəmdə ehsası məsuliyyət edirəm, bu çox böyük məsələdir. O qədər də kitab oxumaq böyük məsələdir. Çünki kitab oxumaqla dünya görüşü değişər. Amma İran kitabları yox. İran kitabları bizi değiştirmir. Baxın, mən 50 il orada kitab oxudum. Kanadaya gəldim. 15 ildə burada yaşadım. Dünya görüşümü İranlılar qoymurdu değişir. Çünki bu İrandakı kitablar bizi bir dana dairəyi, özləri adına deyirlər ki, silsilə-i məyub, silsilə-i məyub, bir dana dairəyi ki, hey bir-birinin içində fırlanır. O məhəyyub dairədən qoymurlar çıxılışıya. Fikrimizi elə eləyirlər ki, siz hər nə onunla müxalif olsa onu qəbul eləyənmirsiniz. Bunun üçün biz istiyaq dəyişək və dünyanı dəyişdirək, məmləkətimizi dəyişdirək, torpağımızı dəyişdirək, millətimizi dəyişdirək, məcbur kitab oxuyaq və farsca olmaz. Birincisi bu. İkincisi bu ki, qorxmayaq dəyişməkdən. Bu ki, mən dünənləri bu cür demişəm, bu gün desəm mənə deyərlər ki, bu adam badistidir, bu da İranda deyiblər. Əslən, insan hər saniyə dəyişir. Ağa, bizim bədənimiz nənədən olandan bu günəcən plan qədir dəyişibdir. Hər gün neçə milyon sillolumuz ölür, neçə milyon taza dirilir. Hər gün bizim beynimizdə deyirlər 40 min ən azı sillol, beyin sillollarımız ölür gedir. Ən azı 40 min. O zaman biz beyin mərəzçiliği tuturuq, məsələn Alzheimer falan ki, o ölən, o 40 min dana ki ölür, onun yeri dolmur. Ölü qalır orada, onu dəf eləyənmir. Axı, bunu qanla ötürə eşiyə bədəndən. Bunu ötürənmir. Ötürənməyəndə nə olur? Biz məsələn Alzheimer tuturuq. Bəs bizim beynimiz dəyişir. İndi biz bu beynimizin içini doldurmağı niyə dəyişdirməyək? Qorxmayın. İkinci, qorxmayın ki, qələt oxuyasınız. Dünyanı qələtlərlə düzəldirlər. Bir dana kitab oxudum, yazmışdı ki, qələt eləməkdən, qələt iş görməkdən, səhv iş görməkdən qorxan insanlar heç vaxt müvəffəq olamazlar. O İranda çox klass deyirlər ki, razı müvəffəqiyyət, nəmnəmini müvəffəq. Bunların hamısını ötürün. Burada 2-3 dənə əsl var və bunda klass yoxdur. Deyir ki, ağa, bir qələt iş eləyəcəksən və qələt işlər səni qabağa aparacaqlar. Ən böyük deyir qazancın budur ki, qələt iş görəsən. Çünki hər qələt iş sənə öyrədəcək düz işin yolun, hardan gedəcəksən düz işə tərəf. İkinci, qorxmayacaqsan çalışmaqdan, işləməkdən. İşləməkdən qorxmayacaqsan. Çünki müvəffəqiyyət fəqət işləməklədir, çalışmaqlədir. Siz 10 il dua eləyəsiniz, 100 il dua eləyəsiniz, təlqin eləyəsiniz, axirində işləməsən işin getməz qabağa.
Fikir eləyin ki, istəyirsiniz ərə gedəsiniz ya evlənəsiniz. Evdə toy eləyəsən. Mən də bu təcrübəni eləmişəm. Evdə otur, əllər var. Allah göydən, yerdən bir huri qapını döysün, gəlsin içəriyə. İmkansızdır. 100 il qapını açmasan, qapı açılmayacaq. Gərək qapını açasan. Gərək çıxasan xiyabana. Gərək gedəsən camiyə. Gərək insanlarla görüşəsən, gərək danışasan. Ədəbin, mərifətin, savadın, pulun, iş gücün. Pul mühüm deyil. Pul mühüm deyil. Mənim 3 qızım vardı. Hər kəs gəldi. Heç birisindən soruşmadım ki, savadın nədir, filan bəhman, pulun var, evin var, maşının var. Ciddi işlərlər düzəldərlər. Sadəcə soruşdum. İşləmək gücün var. İşləyə bilərsən. Yetər mənə. O dedi, mən filan yerdə işləyirəm, bu dedi, mən filan yerdə işləyirəm, rezüməm də budur, mən filan yerdə bu işləri başarıram. Oğlum gecikdi yaşada. Mənim də qızım işləyir. Mənim də oğlum işləyir. Gedin yaşayın. Baxın, bəs oxumayın. İndi bu kitaba bir baxaq, görək bu kitabları nələr oxuduq. Ondan sonra görək nə olur. Türklüyün əsasları yazan Ziya Gökalp. Bir dənə farsı yazısı var əvvəldə. Kitabın xülasəsini orada farsça yazıbdır. Onları ki, istəyirlər oradan kitabla tanış olarlar. Mən oxumuşam bunları. 93 ya 94 bölümdə bunu eləyə bilərsiniz, oxuyasınız, görəsiniz mənlə bərabər. Mən bu kitabı oxumuşam, öz nəzərlərimi də demişəm. Bu kitab əslində dedim, türkçülüyün manifestidir bu adamın baxışından. Biz özümüz də bunun usul başlıqlarını qoyub, özümüz də bir iddəsini əlavə eləyib, öz vəziyyətimizə görə, camiəmizə görə, iqtisadımıza görə, dilimizə görə, fərhəngimizə görə, tariximizə görə, insanlarımıza görə, ictimai yaşamımıza görə, mühacirətimizə görə, işsizliyimizə görə, ailə vəzi durumuna görə də eləyə bilirik, bir də başlıqlar qoyaq, onlara da nəzərimizi yazaq. Qanun əsasiyə görə, qanuna görə, qanun dəyişdirməyə görə, referenduma görə, istiqlala görə, azadlığa görə. Bu cür bir şeylərdə özümüz bir şeylər izafə eləyə bilərik. Ön söz yazıb sonra Ziya Gökalp, yenə də bu o türkcə bir müqəddəmədir. Ziya Gökalp özü yazıbdır. Birinci bölümdə deyir ki, türkçülüyün mahiyyəti, türkçülüyün özü nədir? Türkçülük isə yəni nə mənə? Bunu danışır. Və burada siz görürsünüz ki, pantürkizmi ki, bunlar deyirlər, o cür bir şey yoxdur. Biz bu cür bir şeyimiz yoxdur. Baxın, mən hətta deyim pantürkizm, biz demirik ki, farsları qətlə am eləyəcəyik. Biz demirik ki, fars dili pis dildir. Biz demirik ki, ermənilər pis dillər, qətlə am olmalıdırlar. Biz belə bir şey yoxdur. Türkçülüğün əsası nədir? Bizim bir türk nəslindən gəlirik. Nəslimiz türküdür, dilimiz türküdür, toprağımızda adları var hərəsinin. Biz istirik ki, dünya hamısı birləşir, hər kəsin öz mənfəəti üçün. Bizim də bir dinimiz bir olan, dilimiz bir olan, kökümüz bir olan insanlar gələk oturaq, hətta dini də görməyək, gələk oturaq. Tüm dinimiz ola bilər ki, erməni olaq, məsih olaq, yəhudi olaq, ayrı, hər dində ola bilək. Gələk hamımız deyiniyək, oturaq bunların arasında mərziləri götürək, bir iqtisadi bağ quraq, burada bir-birimizə hər yerdə yaşaya bilsək ki, bu uzgeçə vətəndə yaşayaq, rahatca müsafirət eləyək, rahatca qazana bilək, rahatca yer ala bilək, rahatca yer sata bilək, rahatca siyasətə girə bilək, rahatca siyasətə dixalət eləyə bilək, azadlıqlarımızdan faydalanaq və bir böyük gücə çevrilək, rifahda olaq. Rifah və əmniyyət, bu iki danadan ötür. Türkçülüyün tarixi nədir? Biraz da tarixdən danışır ki, ha zaman başlanıbdır, neçə min ildən bundan qabaqdan türkçülük başlanıbdır, türk nəsli başlanıbdır və amma türkçülük ha zamandan başlanıbdır. Baxın, mənim şəxsi nəzərimdə türkçülük o zamandan ki, bir dana türk deyibdir ki, gəlin biz yığışaq bir hökumət quraq, o hökuməti yıxaq, öz hökuməti quraq, buradan türkçülük başlanıbdır. Buradan da millət sözü çıxır, millət ərəbcə söz olduğu üçün onu atırıq kənara, deyirik ki, bizim tarixdə el deyə, biz el deyə varımızdır və bir şey də varımızdır. Bunun da adı nədir? Yurt, torpaq. Bizim vətənin adı ki, ərəbcə sözdür. Türkcəsi yurtdur. Millət də ki, ərəbcə sözdür. Dinçilik anlamı var onda. Çünki Həzrəti Məhəmməddən sonra bir qavramdır. O adamlar ki, İslamı qəbul edirlər, ona ya bir dini qəbul edirlər, ona hər dini, hər kəs hangi dindədir, o dinə deyirlər ki, məsələn, İbrahimin dini, Musanın dini, ümməti, ümmət ya millət sözü orada işlənir. Məhəmmədin milləti. Amma biz burada dil, tarix, kültür, torpaq və nəsl əsasında danışanda görürük ki, biz türkük, istirik ki, bu geçsin. Və biz o birisi millətlərin öldürməyi, qətliam eləməyi, onların coğrafiyalarını almağı, işğal eləməyi düşünmürük. Yəni, məsələn, bizim dədələrimiz gediblər, bir çox torpaqları alıblar.
Amma biz indi türkçülükdə düşünmürük ki, gedək məsələn filan yer bizimdir. Əfqanistan da bizimdir, Pakistan da bizimdir, Hindistan da bizimdir, Gürcüstan da bizimdir, Ermənistan da bizimdir. Biz belə bir şeyə inanmırıq. Bizim türkçülüğümüz farslar kimi deyil ki, deyirlər o hər yerə getmir və kürdlər də. Baxın, bizim iki qonşumuz var, ikisində də bir dənə mərisçilik var. Bu mərisçilik də budur ki, deyir ki, mən hər yerə getmişəm, bir zaman ayağımı ora qoymuşam, ora mənim torpağımdır, vətənimdir və oranı alacağam bir gün. Belə bir mərisçilik bizdə yoxdur. Türkçülüyün nədir? Yenə də qeyd edir, türkçülüyün əsli nədir? Bunu da indi mən işarə elədim. Ondan sonra türkçülük və turançılıqdan danışır. Turançılıq nədir, türkçülük nədir? Bunların bir-birinə qoyur, deyir ki, turançılıq ən sonunda türk torpaqları ki vardı. Bunlarda bir türk hakimiyyətinin olması, hökumətləri ola bilər, fərqli olsun, konfederal ya federal şəklində bir dövlət ola bilər. Amma eləyə bilər ki, bunlar bir-birinə yapışsınlar və şey olsunlar. Bu böyük bir siyasi güc olar, böyük iqtisadi güc olar, böyük cəmiyyət nüfusu olar, böyük bir alver gücü olar və böyük bir rifaha və əmniyyətə səbəb ola bilər. Milli kültür və mədəniyyətdən danışır. Milli kültür nədir? Kültürü bölür neçə yerə, mədəniyyəti bölür. Mədəniyyəti əvvəl mənə eləyək. Deyir, mədəniyyət nədir? Mədəniyyət bundan ibarətdir ki, tarixdə əgər insanlar eləyə bilirlər ki, bir şeyi ixtira eləyərlər. O ixtira olur nə mənə? Olur mədəniyyət. İndi qanun əsası bir ixtiradır. İnsanlar bunu düzəldiblər. Təşkilat qurmaq bir mədəniyyətdir. Dövlət qurmaq bir mədəniyyətdir. Məclis bir mədəniyyətdir. Onun yanında bimaristan da mədəniyyətdir, xiyaban da mədəniyyətdir, maşın da mədəniyyətdir, təyyarə da mədəniyyətdir. Nə mənə desəz, kompüter də mədəniyyətdir, internet də. Bunlar mədəniyyətdirlər. Xalqa doğru bəhsində də deyir ki, biz gərək, biz də getmişik danışqata Farsistanda dərs oxumuşuq və ayrı bir yerdə bizə bir şeylər zehnimizə soxublar. Biz millətimizdən qırılmışıq, brainwash olmuşuq, beynimiz yıxanılıbdır, yuğululubdur, değişdirilibdir, bizim millətimizin yolunda deyil. Nə cür eləyək? Gərək qeydaq millətimizin içinə, millətimizin içində yaşayaq, onlarla alver eləyək, danışaq, gəlaq, gedaq, onların məclislərində, toylarında, əzalarında, filanlarında şirkət eləyək, onların tayı olaq, deməyək ki, mən döhdürəm, getmərəm, gəlmərəm, mən mühəndisəm, getmərəm, gəlmərəm. Onları örgəşək, sonra onlara tərəf gedək. Onlardan örgəşək kültürümüz nədir? Onlardan örgəşək tariximiz nədir? Onlardan örgəşək fərhəngimiz nədir? Ondan sonra batıya doğru. Deyir, batıya doğru nədir? Deyir ki, biz mədəniyyətdə dalıya qalmışıq. Bir zaman mədəniyyətdə deyim, o şeylər ki, ixtira olur və ixtiralar ki, müdiriyyət olur. Misallarda vurdum da, silahdan tutmuş, təyyaradan tutmuş, məclis, azadlıq filan, bəhmi, bunlar, demokrasi filan, bunlar hamısı mədəniyyətin əlamətləridir. Biz indi deyir ki, əvvəlcə getdik millətimizə doğru, millətimizdən öz kültürümüzü, fərhəngimizi, tariximizi, dilimizi, hər şeyimizi alandan sonra indi deyir biz batıdan mədəniyyət almağa gedəcəyik. Təyyara, örgəşaq təyyaranı nə cür düzəldirlər? Örgəşaq demokrasi nədir? Məclis nədir? Qanun nədir? Hizbi nədir? Örgəşaq ki, xiyaban nədir? Nə cür sürərlər? Nə cür gedərlər? Bunları nə cür tolid elərlər? Nə cür satarlar? Nə cür zənciri məğazələr açarlar? Bunları örgəşməyimiz o bizə bir böyük bir şeydir. Tarixi maddəcilik, bunlar bəhsidir. Maddəcilik, maddə hər o şeydir ki, bizim zehnimizdən eşikdədir. Bir şeylər var, biz zehnimizdə fikirləşirik. Gözəllik, Allah, Tanrı, nə bilim, hər nə ki bizim zehnimizdə fikirləşirik, zehnimizin özünün için yox, o peak var burada, beyin deyirik, o yox. O zehnimizdə o düşüncələr ki vardı, bunlar nədir bizim düşüncəmizdir. Onun özü, beynin özü və ondan sonra hər nə mənə ki bizim canımız və eşikdə vardı, görürük, onlar da maddədirlər. Sosializm nədir? Sosializm də deyir ki, topluma sosial deyirlər, camiyə sosial deyirlər. Sosializm də o adamlar ki, bu camiə üçün çalışan adamlar, düşüncələri bu camiə üçündür. Ondan sonra milli vicdan nə mənədir? Mən vicdanı bu adamla fərqli düşünürəm, insanlarla fərqli düşünürəm. Çünki biz nənədən olanda bu beynimizdə bir şey yoxdur. Biz yavaş-yavaş bunları örgəşirik. Bunu dünən İranların birinə qulaq asırdım, bir müvəffəqiyyət kirası deyir ki, biz nənədən olanda bizim beynimizdə 300 neçə dənə dil var. Biz sadəcə bunları kəşf eləyəcəyik.
Belə bir şey yoxdur. Biz nənədən doğulanda beynimizdə heç sıt yoxdur. Heç sıt yoxdur. Biz yavaş-yavaş bunları alırıq, doldururlar. Brainwash da, beyin yıxamaq da burada başlayır. Əgər bizi değiştirirlər, bir hədəfə tərəf bizi yönətirlər, bizi qoymurlar özümüzü, öz millətimizi, öz mənafeyimizi, milli mənafeyimizi düşünək, burada biz brainwash oluruq. Dövlətlər də bizi brainwash eləyə bilərlər. Məsələn, Amerikada, Avropada bizi tərbiyyət edirlər, uşaqları tərbiyyət edirlər ki, rahatca gedib karxanalarda işləyərlər və cinayət eləməyərlər, nayrahan da olmayarlar. Bu da brainwashdır. Ya bir an veçirlər ki, siz dünyanın hamını öldürə bilərsiniz və nayrahan da olmazsınız. Bu da, çünki güclüsünüz. Bu da brainwashdır. Milli vicdan nədir? Bizim millətimizin bir özünə görə bir bunun nəzərində, özünə görə bir düşüncəsi var. Özün düşünür, tarixini düşünür, dilini düşünür, iqtisadını düşünür. Bu onun vicdanı, düşüncəsi millidir, hamıda müştərək. Buna Fransızların dilindən deyir ki, şeydir, kollektiv təsəvvür. Bizim bütünlükdə bir özümüzdən və dünyadan bir təsəvvürümüz var. Bu vicdan buna deyir bu. Milli dayanışma, gücləndirmə. Dostlar, bu çox üzdən gedir, çox uzundur və mən də işə başlamalıyam. Amma hər halda kitab çox gözəldir, oxumalıdır, ərzişlidir. Qorxmayın və başlayın bu kitabı oxuyun. Azəri bu kitabı latincən, ərəb əlifbasına çevirib çox gözəl kitabdır, çox oxumalı kitabdır. Əxlaqa görə o şey ki, biz əxlaqda, İranda bizə düşündürüblər mədrəsədə, məsciddə, danışqahda, əxlaq əslən o deyil. Əxlaq fərqli bir şeydir, ailə fərqli bir şeydir. Əslən, kitabı oxuyun. Qorxmayın və bir də cəsarət eləyin, kitabı onlayn oxuyun. Onlayn oxuyun. Və qələt oxumaqdan da qorxmayın. Biz qələt oxuyacaq, yolumuzu açacaq. Hər halda çox sağ olun, təşəkkür edirəm. Mən yavaş-yavaş getməli oldum. Sağ qalın, səlamət qalın. İnşallah 1-2 günəcən ayrı bir kitab başlayacağam. Orada görüşərik. Var olun, sağ olun əziz dostlar.